Salam dostlar. Ümid edirəm hamınız yaxşısınız. 3-cü sinifin 42-ci səhifəsində In the Jungle adlı belə bir mahnı var. İndi biz mahnı formasında yox, bunu şeir formasında oxuyacağıq. Okay, gəlin bir yerdə oxuyaq. In the jungle. Dostlar, jungle cəngəllik deməkdir. In sözünüdür, nəyinsə içində deməkdir. Və Azərbaycan dilinə içində də tərcümə oluna bilər, də tərcümə oluna bilər. Yəni məsələn, in the jungle, cəngəllikdə. Yəni buradan cəngəlliyin içində sözünü işlətmirik, sadəcə cəngəllikdə deyirik. In the jungle, cəngəllikdə. Out in the jungle, looking at me. What can it be? What can it be? Dostlar, indi gəlin bunlara bir-bir baxaq. Out in the jungle, dostlar, bilirsiniz nədir? Biraz əvvəl dedik ki, in nəyinsə iç hissəsində olanda deyirlər. In the jungle, məsələn, cəngəllikdə. Amma burada out sözünü də var. Out in the jungle o deməkdir ki, dostlar, elə bil ümumi bir bağlı yerə girib, bəzən uşaqların xoşuna gəlir, şkafa girirlər və oradan hansısa bir qapının arasından mı deyək və yaxud da qapının qulpunun deşiyi varsa oradan mı baxırlar. Out in the jungle, yəni cəngəlliyin içindən, cəngəllikdən, yəni o nəyinsə içindən bayıra baxmaq mənasındadır. Okay? Elə burada da onu o formada deyəcəyik. Out in the jungle. Cəngəllikdən, yəni özü cəngəlliyin içində durub, amma bayır hissəyə baxır. Cəngəllikdən mənə baxır. Looking at, look at nəyəsə, kiməsə baxmaqdır. Me də mənə, məni deməkdir. Burada da looking at me, mənə baxır deməkdir. What can it be? Bu nə ola bilər? What can it be? Bu nə ola bilər? It doesn't have small teeth. Small, balaca, teeth, dişlər. Teeth birbaşa cəmdədir, tək forması isə toothdur. Tooth. Onun balaca dişləri yoxdur. Dostlar, have varı olmaq deməkdir. Don't have və yaxud da doesn't have olmamağı deməkdir. Məsələn, it has small teeth desək, onun balaca dişləri var, mənası olacaqdı. Burada isə it doesn't have small teeth, onun balaca dişləri yoxdur. It has big teeth, onun böyük dişləri var. Dostlar, görürsünüz, burada it has, onun var deməkdir. Yuxarıda isə it doesn't have, onun yoxdur deməkdir. Big, böyük, teeth, dişlər. Onun böyük dişləri var. It's a lion. Bu şirdir. Lion şir deməkdir. It doesn't have long legs. Doesn't have yoxudur. Long, uzun, legs, ayaqlar. Onun uzun ayaqları yoxdur. It has short legs. Onun qısa ayaqları var. Okay, dostlar, baxın. Doesn't have yoxudur. It has varıdır. Yəni onun qısa ayaqları var. Short qısa, long uzun. It's a hippo. Bu begemotdur. They don't have small eyes. Onların balaca gözləri yoxdur. They, onlar. They have big eyes. Onların böyük gözləri var. They're giraffes. Onlar zürafədir. It doesn't have small ears. Onun balaca qulaqları yoxdur. It has big ears. Onun böyük qulaqları var. It's an elephant. Bu fildir. Uşaqlar, elə istəyərdim burada həmin bu nəyəsə malik olmaq sözü ilə bağlı olan bu çalışmaya da baxaq. Ümumiyyətlə nəyisə olmaq, mənim nəyimsə var, onun nəyisə var deyəndə ingilis dilində have fe'ilinə istifadə edirik. Bir də has var. Hər ikisi varı olmaq deməkdir, nəyisə malik olmaq deməkdir. İndi dostlar, bunların fərqinə baxaq. Şəxs əvəzlikləri dediyimiz əvəzliklər var ki, indi dostlar, yazaq onları. Məsələn, I, mən, birinci şəxsin təki. You, sən, ikinci şəxsin təki. She, he və it. Bu, üçüncü şəxsin təkində o deməkdir. She, qadın cinsi üçün o deməkdir.
Məsələn, ananı, nənəni, bacını, xalanı, bibini nəzərdə tutub o deyiriksə, onda she işlədirik. Atanı, qardaşı, dayını, əmini nəzərdə tutub o demək istəyiriksə, he işlədirik. Kitab, dəftər, qələm, məktəb, istənilən cansız əşya, hər hansı bir heyvanı nəzərdə tutub o demək istəyiriksə, onda it işlədirik. Azərbaycan dilində bunların hamısı o deyə tərcümə olunur, amma ingilis dilində bunu qadın, kişi və orta cins deyə 3 hissəyə bölürük. Və qadın üçün she, kişi üçün he və orta cins üçün it işlədirik. Davam eləyək və cəm formada olan şəxs əvəzlikləri we, biz, you, siz, they, onlar. Bunu keçirək alta. Deməli dostlar, həv və həz harda işlənir, hansılarla işlənir? Bizim bu həzimiz yalnız üçüncü şəxsin təki ilə işlənir. Həv isə digər qalan şəxslərdə işlənir və Azərbaycanca mənası varı olmaq deməkdir. Yəni necə? Bir-bir gəlin qoyaq bunları. I have, mənim var. You have, sənin var. Və dedi ki, he, she, itdə həz olacaq. Deməli nə olacaq orada? He, she, it has. Onun var. Yenə qayıdırıq bura və dedik ki, burada qalan bütün şəxslərdə have işlədirik. We have, you have, bizim var, sizin var, onların var, they have. Və dostlar, gəlin bunun indi sual formasına baxaq. Sual forması çətin deyil, sadəcə üçüncü şəxsin təkində bir qədər diqqətli olmaq lazımdır. Məsələn, cümlə qururuq, mənim əllərim var. I have hands. Mənim əllərim var. Biz buna sual quranda ingilis dilində do köməkçi feili var. Do köməkçi feili keçir bizim mübtədamızın qarşısına. Burada I, you, he, she, it, we, you, they, onlar hamısı mübtədadır. Okay? I have hands. Mənim əllərim var cümləsində də I bizim mübtədamızdır və bunun sual cümləsini düzəltməkdən ötürü biz do köməkçi feilindən istifadə edirik və keçiririk mübtədamızın qarşısına və burada heç bir şey dəyişmir. Cümləmizi qururuq. Do I have hands? Mənim əllərim var və dostlar, elə birbaşa gəlin bunun qısa inkar və təsdiq cavablarını deyək. Birinci təsdiqdən başlayaq. Cavab veririksə, hə demək istəyiriksə, deyirik yes, I do. Köməkçi feilimiz nədirsə, onunla da biz cavab veririk. Qısa formada, amma unutmayın. Yes, I do. Hə, yox demək istəyiriksə, no-nu yazıb vergülü qoyandan sonra deyirik no, I. Bu do-nu yazandan sonra axı biz yox deyirik. Ona görə də not inkar hissəciyi artırıq. No, I do not ya da qısa formada don't yaza bilərik. No, gəlin elə bütöv yazaq. No, I don't. Bu don't, do notun qısaldılmış formasıdır. İndi gəlin həmin bu cümləni üçüncü şəxsin təkində deyək. Məsələn, onun böyük dişləri var. It has, üçüncü şəxsin təkində dedik ki, has yazacağıq ora. It has big teeth. Onun böyük dişləri var. Bura sual verəndə isə dostlar, biz o birində do istifadə eləmişik. Burada isə does-dan istifadə eləyəcəyik. Və bizim bu həzimiz qayıdacaq başlanğıc formaya, olacaq have. Çünki bunun tərkibindəki is bizim o işlətdiyimiz do-ya birləşir, does əmələ gətirir. Ona görə də buradakı is çıxır, buna qoşulur və bu qayıdır başlanğıc formaya, əsas formasına. Və necə olacaq? Sual cümləmiz olacaq ki, does it have big teeth? Okay, dostlar, görürsünüz burada. Normal cümlədə dedik ki, it has big teeth. Sual formaya çevirəndə biz köməkçi hissə does-dan istifadə elədiyimizə görə biz artıq burada s-i vermişik. Ona görə də bunun s-i düşür və qayıdır başlanğıc formaya. Yəni lüğətdə ilkin forması nə idisə ona qayıdır. Does it have big teeth? Okay? Və bunun qısa cavablarını verəndə, qısa təsdiq və inkarlarını verəndə deyirik ki,
Yes, it. Şəxsimiz hansı idi? Şəxsimiz it idi. Yes, it does. Dedik ki, köməkçi feil olaraq nədən istifadə eləmişiksə, köməkçi feilimiz burada hansıdır? Does-dır. Və qısa cavablarda da onunla cavab veririk. Yes, it does. Qısa inkar. No, it does. Okay, nə qoymalıydıq burada? Not inkar hissəciyi, düzdür. No, it does not. Ya da qısa formada doesn't yaza bilərik. N hərfi ilə T hərfinin arasında apostrof. Dostlar, indi gəlin həmin yazdığımız cümlələrin tam inkar formasını düzəltməyə çalışaq. Cümlələrimizi yenidən yazırıq. Bir qədər fərqli formada yazırıq. Məsələn, indi yazırıq. I have big teeth. Mənim böyük dişlərim var. Və digər cümləmiz isə It has big teeth. Bunların inkar formalarını düzəltmək üçün don't və doesn't köməkçi hissəciklərindən istifadə eləyəcəyik. Bayaqki does və don't kimi doesn't-ı işlədirik üçüncü şəxsin təki ilə, yəni he, she və it ilə. Yerdə qalan bütün şəxslərdə isə don't-la işlədəcəyik. Yəni I, you, we, they. İndi gəlin I və it üzərində bunları izah eləyək. İndi demək istəyirik ki, mənim böyük dişlərim yoxdur. Biz cümlənin inkar formasını vermək üçün əsas feilimizdən əvvəl don't və ya doesn't işlədəcəyik. Üçüncü şəxsin təkində doesn't, qalan bütün şəxslərdə o cümlədən birinci şəxsin təkində də don't-dan istifadə eləyəcək və bizim don't-umuz əsas feilin qarşısına keçəcək və cümləmizi bu cür yazacağıq. İnkar cümləmiz olacaq. Mənim böyük dişlərim yoxdur. Yazırıq. I mübtədamızı yazandan sonra don't yazırıq. Sonra əsas feilimiz I don't have big teeth. Mənim böyük dişlərim yoxdur. Gördünüz dostlar, bizim inkarı bildirən don't-umuz əsas feilimizin qarşısında işləndi. İndi də gəlin bunu üçüncü şəxsin təkində verək. Dedik yenə də əsas feilimizin qarşısında işlənir. Əsas feilimiz has-dir və biz burada doesn't-dan istifadə eləyəcəyik. Yenə də qeyd edeyim ki, does sözünün içində s-imiz olduğuna görə biz inkar formasını verəndə bu has-imiz have formasına, yəni başlanğıc formasına keçəcək. Cümləmizi yazırıq. Mübtədamız nədir? It-dir. It doesn't. Artıq has-imiz çevrilib olacaq have. Çünki doesn't sözümüzün içində s-imiz var. It doesn't have big teeth. Onun böyük dişləri yoxdur. Deməli, bir də ümumi baxaq. I have big teeth. Mənim böyük dişlərim var. I don't have big teeth. Mənim böyük dişlərim yoxdur. It has big teeth. Onun böyük dişləri var. It doesn't have big teeth. Onun böyük dişləri yoxdur. Və dostlar, indi istəyirəm ki, bir-birimizə kömək eləyək. Əlavə iki şəxs üçün də deyək. Məsələn, burada deyək ki, onların uzun ayaqları var. They have long legs. Sizcə bunun inkarını necə düzəltməliyik? Okay. Fikirləşək. Dedi ki, əsas feilimizin qarşısına don't artırırıq. Yəni necə olacaq? They don't have long legs. Good. Onların uzun ayaqları yoxdur. İndi gəlin üçüncü şəxsin təki ilə verək. She has a red pen. Onun qırmızı qələmi var. Dedik, üçüncü şəxsin təkində nə vermişdik? Doesn't vermişdik və əsas feilimizin qarşısında işlənmişdi. Has-imiz isə qayıtmışdı başlanğıc formaya, yəni have-ə. Cümləmizi yazırıq inkar formada. Onun qırmızı qələmi yoxdur. She doesn't have a red pen. Nice job, guys. Belə dostlar, qısa da olsa bu qrammatik hissəni izah eləməyə çalışdım. Ümid eləyirəm sizə yararı olar. Fikirlərinizi rəy bölməsində gözləyirəm. Bye bye.